أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. يا أيها الذين آمنوا قوا أنفسكم وأهليكم نارا وقودها الناس والحجارة عليها ملائكة غلاظ شداد لا يعصون الله ما أمرهم ويفعلون ما يؤمرون. يا أيها الذين كفروا لا تعتذروا اليوم إنما تجزون ما كنتم تعملون. يا أيها الذين آمنوا توبوا إلى الله توبة نصوحا عسى ربكم أن يكفر عنكم سيئاتكم ويدخلكم جنات تجري من تحتها الأنهار جنات تجري من تحتها الأنهار يوم لا يخزي الله النبي والذين آمنوا معه نورهم يسعى بين أيديهم وبأيمانهم يقولون ربنا أتمم لنا نورنا واغفر لنا إنك على كل شيء قدير. صدق الله العظيم.
Çox dəyərli Minbər TV izləyənlər, Uca Allahın salamı, rəhməti, bərəkəti, məğfirəti cümləmizin üzərinə olsun inşallah. Növbəti bir Ramazan günündə, növbəti bir Ramazan söhbətləri verilişində sizlərin qonağınızıq. Bugün Ramazanla bağlı xalq inancları, adət-ənənələri mövzusu ətrafında danışmaq üçün Ramazan söhbətlərinin qonağı çox dəyərli ilahiyyatçımız Ələddin Sultanovdur. Ələddin müəllim, xoş gəlmisiniz. Necəsiz? Sağ olun, təşəkkür edirəm. Siz necəsiniz? Allah razı olsun. Hər zaman yaxşı olasınız inşallah. Ələddin müəllim, Ramazan ayının müsəlman cəmiyyəti üzərindəki dəyərini necə təsvir etmək olar? Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əvvəla bütün İslam aləminin Ramazan ayını təbrik edirəm. Uca Allahdan edilən ibadətlərin qəbul edilməsini niyaz edirəm. Ramazan ayı insanların nəzərində necə bir aydır? Təbii ki, oruc ibadəti fərdi bir ibadətdir. Ancaq eyni zamanda oruc ibadəti bizi sosiallaşdıran bir ibadətdir. Ona görə mən Ramazan ayını sosiallaşma ayı olaraq da ifadə etmək istəyirəm. Əlbəttə, Quran-ı Kərimin nazil olduğu ay olduğu üçün müqəddəs bir aydır. Bizim üçün çox dəyərlidir. Ramazanı digər ibadətlərdən, oruc ibadətini digərlərindən fərqli qılan da məhz bu sosiallaşmadır həmçinin. Belə ki, Ramazan orucu və digər oruc ibadətləri tarixə baxdıqda bu ənənə illər boyu davam etmişdir. Əsrlər boyu, əvvəlki ümmətlərdə də bu davam etmişdir. Uca Allah Quran-ı Kərimdə Bəqərə surəsində necə ki buyurur, Əstəiz billah, Kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Yəni ki, oruc sizdən əvvəlkilərə fərz qılındığı kimi sizə də fərz qılınmışdır. Ümid olunar ki, siz qorunasınız bu şəkildə orucla. Yəni, buradan aydın olur ki, oruc ibadəti sadəcə bizim ümmətin yox, müsəlman aləminin yox, daha əvvəlki ümmətlərin də ənənəvi bir ibadəti olmuşdur. Yəni, dünya ənənəsində bu oruc ibadəti mövcud olmuşdur. Buna görə də təbii ki, Ramazan oruc ibadəti, Ramazan ayının qeyd olunması 14 əsrdir özü ilə birlikdə yeni ənənələr, adətlər gətirmişdir. Bu ənənələr əlbəttə ki, müsbət ənənələrdir. Bəzi səhv inanışlar olsa da, əksər ənənələr müsbət ənənələrdir. Sosiallaşma adına, yardımlaşma adına. Misal üçün, insanların Ramazan ayına verdiyi dəyər olaraq bunu görə bilərik ki, Ramazan ayı girdikdən sonra spiritli içki qəbul edənlər artıq bu işə son verir. Ramazan ayına hörmət göstərərək və yaxud müəyyən içkili məclislər təşkil olunmur hörmətən. Müəyyən yerlər bağlanılır Ramazan ayı müddətində və bu məkanlara gedən oranın sahibləri də hər nə qədər dindar insanlar olmasa da o ayın hörmətinə bu bizə bir növ hörmətlə yanaşırlar. İbadətlərə İslam aləmindəki bu adət gözəl bir adətdir. Həmçinin dindar olmayan insanlar belə qismən dindarlaşırlar. Heç namaz qılmayan, oruç tutmayan insanlar görürsən ki, Ramazan ayında artıq namaz qılır, oruç tutur. Yəni bu İslam ənənəsində Ramazan ənənəsinin verdiyi müsbət bir təsirdir cəmiyyət üzərindəki. Siz vurğuladınız, bu işlərin içərisində bir də mənfiliklər var ki, onların nələri misal göstərmək olar, o mənfiliklərə məsələn? Biz buna xürafət də deyə bilərik, batil inanclar da deyə bilərik. Misal üçün, Ramazan ayında belə bir inanc var ki, bəzi insanların nəzərində, axşam namazını qılmazsan, o gün orucu qəbul olunmaz. Bu səhv bir inanışdır, çünki oruc ibadətinin öz öhdəlikləri var, namazın öz öhdəlikləri var. Və yaxud da Ramazan ayında evlərin qapısı bağlanmazsa, o evə bərəkət gələr. Belə bir yanlış inanışlar var. Çünki ruzini, bərəkəti verən Allah Teala'dır. Yəni burada
belə bir yanlış ola bilər. Digər tərəfdən bir səhv inanış deməyək, bir tətbiqat da var. Qara bayram ənənəsi xalq içində. Ramazan bayramında o bayramdan əvvəl kimin yaxını vəfat edibsə o evdə qara bayram keçirirlər ki, bu İslam şəriətində belə bir şey olmasa da o evdə bayram qara gəldiyi üçün, onlara hüzün gəldiyi üçün onu qara bayram deyə adlandırırlar. Bu doğru deyildir bu adət. Amma əlbəttə ki, o bayramda onlar hüzünlənirlər. Onları da başa düşmək lazımdır öz yerində. Yəni qohumları onları ziyarət edir, onlara baş çəkirlər, bayramlarını təbrik edirlər. Bu səhv şəkildə yanaşmaq olmaz. Yəni qara bayram olaraq adlandırmaq doğru deyil əslində bunu. Və əvvəlki dövrlərdə, əvvəlki illəri nəzər salanda son illər əvvəlki illərlə müqayisədə görürük ki, biraz daha Ramazan abu-havası bizim yaşadığımız bölgələrdə də daha da bir canlanmaqdadır və bəzi görürsən yardım kampaniyaları təşkil olunur. Həmçinin bundan əlavə uşaqların bu bayramda sevindirilməsi üçün müəyyən paketlər hazırlanır. Bu da sizlərin də hər birimizin qarşısına çıxmış məsələdir. Bunlar da çox gözəl artıq bir ənənəyə çevrilmiş, ənənə halına gəlmişdir. Çox müsbət bir aura bəxş eləmiş olur, aura kənara yansıtmış olur. Bəs Ələddin müəllim, dünyada Ramazanla bağlı hansı maraqlı adət ənənələri qeyd eləmək olar? Dünya müsəlman ölkələrinə baxdıqda orada da çox həyəcanlı şəkildə Ramazan ayının qarşılandığını görə bilərik. Bu təbii ki, misallar çoxdur. Bir neçəsini mən misal vermək istəyirəm. Misal üçün Misirdə Ramazan ayı gəldikdə insanlar küçələrə, evin doqqazına, dükanlara rəngli fənərlər asarlar. Ramazan boyunca bu rəngli fənərlər qalar və bununla onlar evə xeyir, bərəkət gələcəyini ümid edərək bu şəkildə bir Ramazan şənliyinə çevirirlər. Ondan sonra İndoneziyada insanlar Ramazan ayında gölə, çaya gedərək bir təmizlənmə ritualı icra edərlər ki, bununla günahlarının təmizləndiyinə, paklandığına inanırlar. Ramazan ayında belə bir tətbiqatları vardır. Digər tərəfdən Pakistanda məsələn Ramazan süfrələrinin açılması, Ramazan çadırları, iftar çadırlarının açılma ənənəsi vardır ki, bu çox yayğındır. Yəməndə kişilər gözlərinə sürmə sürərlər Ramazan ayında. Və bəzi müsəlman ölkələrində Ramazan bayramında qadınlar əllərinə xına yaxarlar. Və ən çox da qardaş ölkəmiz Türkiyədən misal verə bilərik ki, orada bir başqa olur Ramazan həyəcanı. Gərək süfrə, iftar çadırları olsun, axşam iftar sonrası kukla teatrları olsun uşaqlar üçün, sahur olsun, sahurda ki, sahura oyandıran insanların, davulçuların ənənəsi vardır. Təbii ki, təravih ənənəsi vardır ki, bu təravih ənənəsi bütün dünyada bir sosiallaşma, müsəlmanlarda həm kişilərin, həm qadınların, həm uşaqların birgə şəkildə məscidlərdə təravihlərə iştirak etməsi bu gözəl bir adət, ənənə halını almışdır. Misal üçün Türkiyədə məhyalar vardır. Minarələr Osmanlı dövründən qalmış bir adətdir bu. İki minarə arasına xoş gəldin, şəhr-ü Ramazan, oruc səhhətdir, oruc tut, səhhət bul və s. Bu şəkildə gözəl mesajların verildiyi işıqlar asılır ki, insanlar bu ayı orada çox faydalı şəkildə icra etsinlər, Ramazan şuurunu unutmasınlar deyə bu məhyalar, minarə arası yazılar vardır. Təbii ki, Azərbaycanda da bəzi bölgələrdə bu tətbiq olunur. Məhyalara, minarə arası yazılara rast gəlinmək mümkündür. Tarixən Azərbaycanda Ramazan ayı necə qarşılanmışdır və hansı adət-ənənələr formalaşmışdır? Azərbaycan da tarixdən hər zaman İslam ənənəsini qoruyub saxlamışdır və digər ölkələrə bənzər şəkildə
orucun sahurda qalxaraq oruç tutmaq, iftar açmaq, iftar üçün gözəl yeməklərin hazırlanması, ondan sonra təravih namazının qılınması, bu tətbiqat Azərbaycanda da görülür. Təbii ki, bəzi bölgələrdə özünə xas yanaşmalar da vardır. Misal üçün, Şimal-Qərb bölgəsində Ramazan bayramında uşaqlar qapı-qapı gəzərlər və hər evdən bəxşiş alarlar. Konfet olsun, yumurta olsun, şəkərbura olsun. Bu şəkildə, yəni Novruz bayramına bənzər şəkildə Ramazan bayramında uşaqların ev-ev gəzdikləri görülür və həmçinin qohum-əqrabanın ziyarət edilməsi, süfrələrin açılması və ehtiyac sahiblərinin, qohum-əqrabanın çağırılması vardır. Bəzi məscidlərdə ehsan süfrələrinin təşkil olunması, iftarların verilməsi, bu bizim xalqımızın dəyərli ənənələrindən bir neçəsi olaraq qeyd etmək mümkündür. Təbii ki, tarixən Ramazaniyyə ənənəsi də olmuşdur. Həm Osmanlı coğrafiyasında, həm Azərbaycan coğrafiyasında tarixən bunu görmək mümkündür. Bu da nə deməkdir? Yəni, divan şairləri Ramazan ayı gəldiyi zaman Ramazan ayı ilə bağlı qəsidələr yazmışlar, qələmə almışlar və bu qəsidələrdə Ramazan ayının fəzilətindən bəhs olunmuşdur. Bu Ramazaniyyə qəsidələri o xalqın nə qədər bu aya dəyər verdiyini göstərən bir ifadədir. Yəni ki, bu davranış, bu şəkildə biz bunu görə bilərik. Ramazan ayı ilə bağlı yazılan Ramazaniyyə qəsidələrindən bir nümunə vermək istəyirəm. Məsələn, Azərbaycan Şimal-Qərb bölgəsində əldə olunan materiallardan biridir, şeir nümunəsi. Belə yazmış, qələm almış şairimiz. Sən gəlincə cümlə aləm nur olur, ayağın olur, camilər məmur olur, sənə izzət etməyənlər xar olur, əlvəda ya şəhri Ramazan əlvəda. Yəni, bunu görürük ki, Ramazan ayının son günlərində onunla vidalaşmaq üçün yazılmış bir Ramazaniyyə qəsidəsidir. Bəli, İslamda küsülü qalmamaq deyə bir prinsip var. Məsələn, Ramazan ayında daha çox vurğulanır, mənim bildiyim qədərilə. Bölgələrimizdə daha çox din xadimlərimiz tərəfindən daha çox aşılanır bu. Və sizin qeyd etdiyiniz kimi Ramazanın sonrasında bayram günündə küsüllər barışırlar. Hətta Ramazan bayramının namazı qılındıqdan sonra küsüllər bir-birlərlə görüşürlər və hətta küsülü olduğu insanların evləri ziyarət olunur. Və ağsaqqallarımız da çalışırlar ki, onları barışdırsınlar və din xadimlərimiz də eyni zamanda. Və başqa hansı nüanslara toxunmaq olar? Bəli, Ramazan ayı eyni zamanda gözəl vurğuladınız. Birlik, bərabərlik ayıdır. Bunun üçün də küsüllərin barışdırılması əlzəmdir. Yəni, Quran-ı Kərimdə də Uca Allah buyurur ki, müsəlmanlar qardaşdırlar. Onlar iki qrup bir-biri ilə vurursalar, onları barışdırın fəəslihu beynəhumə deyə vurğulanır ki, aralarında sülh eləmək digər müsəlmanların vəzifə borcudur. Buna görə də İslamda küsülü qalmaq 3 gündən artıq qadağan edilmişdir, bildiyimiz kimi. Digər tərəfdən başqa adət-ənənə olaraq bir Qədir gecəsi ənənəmiz vardır. Qədir gecəsinin ehyası. Bilirik ki, Ramazan ayındakı bu Qədir gecəsi adətən Ramazanın 27-ci gecəsində tədbirlər şəklində qeyd olunur və bu gecə sahura qədər ibadətlər edilir, zikirlər edilir, dualar edilir və Azərbaycanda da bu ehya gecəsi olaraq anılır. Təbii, bu ənənələrin yanında təravih ənənəsində bunu da qeyd etmək lazımdır ki, təravih uzun bir namaz olduğu üçün 8 rükət qılınan bölgələrimiz də var, 20 rükət olaraq qılınan bölgələr var. Bu 4 rükətdən, 2 rükətdən bir ilahilərin oxunması, qəsidələrin oxunması, zikirlərin edilməsi bu bizim müsbət ənənələrimizdən biridir. Təbii, bir qida ənənəsinə gəldikdə isə Ramazan ayında ənənəvi olaraq xurma meyvəsi özünə məxsus bir yeri vardır. Onu da qeyd etməliyik ki,
Quran-ı Kərimdə də xurmadan bəhs olunur və iftarda orucun açılması xurma ilə edilməsi daha fəzilətli görülərək xalq üçün də bu yayğın şəkildə icra olunur xalqda. Xurma ilə oruc açmaq xüsusi bir adət-ənənədir yəni. Və sizin də qeyd etdiyiniz kimi çox gözəl, möhtəşəm ənənələrimiz var. Ramazanla bağlı xüsusi gözəl ənənələrimiz var. Və Peyğəmbər Əfəndimizin bir hədis şərifini xatırlatdı bu dedikləriniz. Buyurur ki, Peyğəmbər Əfəndimiz kim bir xeyir işə, bir yaxşı bir yol açarsa, o yoldan nə qədər gedirlərsə, həmin insan da o yaxşılıqların elədiyi qədər, kim nə qədər eləyərsə, o qədər də savab alar. Bu ənənələr də başında bir nəfərin etməsi ilə ortaya çıxır və başqa bir hədisdə xeyirdə yarışın buyurur Peyğəmbər Əfəndimiz. Belə gözəl ənənələrin formalaşması hər birimiz üçün, cəmiyyətimiz üçün, cəmiyyətdə daha müsbət bir auranın ortaya çıxması üçün olduqca əzəmdir, olduqca əhəmiyyətli bir məsələdir. Çox gözəl mövzulara toxundunuz. Allah sizdən razı olsun. Əlbəttə, bu dediyiniz şeylər çox dəyərlidir. Mən dəllə alə xayrin fələhu mislu əcri fəilihi buyurur Peyğəmbərimiz. Yəni, kim xeyirli bir işə yol göstərərsə, o da onun edənlər qədər savab qazanar deyə. Bunun üçün də gözəl adət-ənənələri qoyanlar, əlbəttə ki, ulu babalarımız bu yolda bizə yol göstərir və bu işin davamı da bizlərin vəzifəsidir. Hər bir müsəlman bu gözəl adətləri yaşamalı, yaşatmalı və gələcək nəslə ötürməlidir. Bunun üçün də uşaqların bu adətlərin içində yer alması zəruridir. Məsələn, təravihlərə uşaqların aparılması, iftar süfrələrinə aparılması, iftar çadırlarında iştiraki yaxından olmalıdır ki, gələcək nəsil də bu adətləri görüb, bu adətlər itməsin, gələcək nəsilləri onlar da ötürsünlər. Bunun üçün də hər bir müsəlman buna son dərəcə diqqət etməlidir deyə düşünürəm. Və bu bizim İslamın ən önəmli məsələlərindən biri olan bu sizin dediyiniz yardımlaşma məsələsi də məhz Ramazan ayında daha çox böyüklərimiz tərəfindən bizə də təlqin olunub. Dinimiz də bu yöndən daha təşviq edir bu məsələyə ki, veriləcək sədəqələrin, veriləcək zəkatların, ediləcək yaxşı əməllərin daha çoxu Ramazan ayında edilməsi. Hətta Peyğəmbər Əfəndimiz ümrə ziyarətini, Ramazan ayında edilən ümrə ziyarətinin həcc savabına qədər bir savab qazandırdığını vurğulayır. Allah razı olsun. Çox gözəl mövzulara toxundunuz. Mən onu da son olaraq qeyd etmək istəyirəm ki, gözəl vurğuladınız. Ramazan ayında edilən ibadətlər, ümrə necə ki, gözəl bir ibadətdir. Ramazanda edilərsə, xüsusilə həccə bərabərmiş kimi savab alınar. Həmçinin Quran-Kərimin indiyi ay olduğu üçün Quran-Kərimin başdan sona xətm olunması da bir Ramazan ənənəsidir və bəzi məscidlərdə hətta təravih namazları xətmlə qılınar və 30 gündə Quran-Kərim xətmlə oxunaraq tamamlanar və yaxud da müqabilə dediyimiz ənənə ilə müəyyən namazların əvvəlində və ya sonunda cüzlər oxunaraq Quran-Kərim xətm olunar və yaxud da fərdi olaraq da hər bir müsəlman bu xətmi icra edə bilər öz evində. Çünki Həzrət Peyğəmbər vəhiy gəldiyi zaman hər Ramazan ayında Cəbrailə enən Quran-ı Kərimi başdan ayağa ərz edərmiş. Ərzə-i əxirədə son vəfatından öncəki Ramazanda 2 dəfə bunu etmişdir. Bu adət-ənənə Həzrət Peyğəmbərimizdən gələn bir adət-ənənədir. Yəni müqabilələr, Quran-ı Kərimin xətm olunması ki, bu ayda bu xətm olunması daha da savablı bir işdir. Əlbəttə, Quran-ı Kərimi oxuyarkən onu anlamaq, onunla əməl etmək də onu xətm etmək qədər zəruri bir əməldir. Mən də təşəkkür edirəm bir daha. İnşallah bu Ramazan ayı bütün İslam aləmi üçün xeyirlər, bərəkətlər gətirsin deyirəm. İnşallah. Allah razı olsun. Çox gözəl, çox faydalı mövzulara toxundunuz və mən də bir Minbər TV çalışanı olaraq belə bir ənənəni artıq bir neçə ildir ki, Minbər TV efirlərində Ramazan söhbətləri artıq yayınlanmaqdadır və
bir qədər izləyicimizin sayı da artıb və sizlərin sayəsində, bu belə gözəl fikirləri bölüşməyinizin sayəsində və bu linkləri bir neçə nəfərə göndərərək onlara da bir fayda, onların da bir şeylər bilirlər də təkrar etmələrindən ötəri bu da bir gözəl ənənə olar deyə düşünürəm. Allah sizdən razı olsun. Uzun bir yoldan gəldiniz. Çox dəyərli fikirlər söylədiniz. Sizi Ramazan sonrasında da inşallah verilişlərimizi də görmək bizləri çox xoşbəxt edəcək, həmçinin izləyicilərimizə və bizə olduqca faydalı olacaq. Allah sizdən razı olsun. Çox təşəkkür edirəm. Sağ olun, təşəkkür edirəm. Mən də təşəkkür edirəm. Dəyərli Minbər TV izləyənlər, bununla da növbəti bir Ramazan söhbətləri verilişinin sonuna gəldik. Növbəti Ramazan söhbətləri verilişində görüşmək ümidi ilə Allah'a emanet olun. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Hayy ale's-salah. Hayy ale's-salah. حي على الفلاح. حي على الفلاح. الله أكبر، الله أكبر. لا